Hörmətli izləyicilərimiz, bu ekranlarda gördüyünüz 2 mərtəbəli 4 otaqdan ibarət həyət evimiz yerləşdiyi ünvana görə bəlkə də dəyərindən 30.000 manat aşağısına satışa təklif olunur dəyərli izləyicilərimiz. Baxın, bu gördüyünüz, bu aradan gördüyünüz krişə var, evin krişəsi. Ora əsas yoldur. Əsas yoldan 100 metr məsafədə. Masazır qəsəbəsində, Əliağa Vahid prospektində, düzdür, qapısının ağzında biraz ehtiyac var, əlcəzdirilməlidir buralığa, amma elə qiymətə satılır ki, dəyərli izləyicilərimiz, laf biraz xərc çəkin, asfalt eləyin. Laf məsəl üçün, alın buranın 2 aya, 3 aya, üstünə 30-40 min pul gəlinəsi bir evdir, dəyərli izləyicilərimiz. Kürsülü, 2 mərtəbəli, 4 otaqdan ibarət və sənədləri tam qaydasında olan paket kupçalı bu evimiz çox ucuz qiymətə təklif olunur. Deməli, Masazır qəsəbəsində, əsas prospekt yolda, Əliağa Vahid prospektində, bu tanıyanlar bilir. 525 nömrəli Memar Əcəmi metrosuna işləyən marşrut dayanacağından 100 metr məsafədə. Düzdür, qapının ağzını göstərdim vəziyyətin, amma o qapının ağzından 50-60 metr məsafədə asfalt yol başlayır. Qəşəng panoramik pəncərəsi, istipol, mərtəbə arası monolit beton, üstünün kəmərinə qədər hamısı qaydasında və hər mərtəbənin hamam sanuzeli var, hörmətli izləyicilərimiz. Mətbəx də qəşəngdir, təmir də gördüyünüz kimidir. Qiyməti 85.000 manatdır, dəyərli izləyicilərimiz. İndi bilmirəm, həmişə mənfi rəy yazanlar onsuz da olur. Ərazini tanıyanlar bilir ki, burada ümumiyyətlə ev çıxmır satışa. Heç vaxt bu ərazilərdə satışda ev olmur. Çıxanda da 120 mindən yəqin ki, yuxarı olur. Hələ yola 100 metr olmur, hörmətli izləyicilərimiz. Yola bu qədər yaxın olmur. Məsələn, 500-600 metr olanda deyirlər əsas yola yaxındır. 4 otaqdan ibarətdir, dəyərli izləyicilərimiz. Proyekt də qəşəngdir, işıqlı evdir, paket kupçalıdır, 85.000 manata. Belə bir ev 85, bu çöl deyil, güzgüdür. Belə bir ev 85 minə tapmaq bu ərazidə mümkün deyil. Bu evdə, sizə deyim də necədir məsələ. Bu ev hardasa 2-3 il əvvəl tikilib qalıb burada, yaşamayıb qardaş. Mənə elə gəlir ki, elə həmin qiymətə də satır. İndiki qiymətdən bilmirəm, xəbəri var ya yox, deyir ki, bu qiymətə ver geçsin. Bax belə, zəng eləyin, evi göstərək, sağ olun.